Alqidadan Arazda belə bir volkanın dondurması tapdım. O gün kimsə tərifləyirdi. Allah dadına baxaq görək. Arazda da özü deyirlər hər Arazda yoxdur, amma bizim Arazda var. Əzizlərim, bir daha salam. Gəldim Arazdan. Viral olan, Azərbaycan TikTokunda viral olan Alqidanın volkanı dondurması 2 manat 20 qəpik pul ödədim. Dadına baxaq, maraqlı gəldi. Boğazım ağrısa, babalı sərvərin boynuna, babalı TikTokun boynuna baxın belə. Deyirlər tərkibində belə şokoladlar falan olmalıdır. İçində elə bil ki, nələrsə var xırtıldayır, amma hələ şokolad hissəsinə çatmamışaq. Hələ də çatmamışam. Tatlıdır, hələ ki çatmamışdım. Artıq bura çatdım. Gəlin bu hissəsindən də yeyək. Xırt-xırtıdan nəsə var. Çıtır-çıtır topları və yoğun çikolatalı sosuyla hər sırıqda ləzzət patlaması. Həqiqətən çıtır-çıtır toplardır, bilmirəm. Şokoladı, üzəri şokoladlı, çıtır-çıtır olan toplardır. Sonra qəhvəli dondurmadır və üzəri eskimo kimi şokolad örtüydü. Onun da üzərində yenə də çıtır-çıtır dadlıdır, almaq olar. Həqiqətən viral olmağa layiqdir. Mən bəyəndim. Burada unutdum. Çıtır-çıtır topçuqlardan sonra həqiqətən də şokolad sousu var. Baxın. Yəni Pandora qutusu kimi bilmirsiniz açıldıqca nələr olacaq. Çox dadlıdır. İnşallah ki qiymətini qaldırmazlar. 2 manat 20 qəpikdə 73 qramdır. Dadlıdır, bəyəndim. Hardan almaq olar? Arazda. Deyirlər, bütün Arazlarda yoxdur, bilmirəm, amma bizim yanımızda Yasamalkidə Albalı uşaq bağçasının binası olan Arazda var. Sağ olsun Araz.